Şəkildə mitoz bölünmənin müəyyən bir fazası göstərilmişdir. Bu canlının qametində neçə autosom xromosom olar? Deməli, mitoz bölünmədə 1 və autosom xromosomları soruşur, bu da 2. Deməli, mitoz bölünmədə biz hansı mərhələni görürük? Bu mərhələ xüsusilə anafaza mərhələsidir. Anafaza mərhələsidir və burada xromosomlar qütbləri çəkildiyini görürdük. Sonra telofazanın əvvəli də buna oxşuyurdu. Sonda bölünürdü, 2 hüceyrə yaranırdı və 4'ü burada olurdu, 4 də burada olur xromosomlar. Və artıq bilirik ki, burada əmələ gələn hər hüceyrədə 2 xromosom diploid sayıbıdır. Bunu meyoza buraxsaq görərik ki, bir ana hüceyrədən bölünür, 4 dənə tutalım ki, hüceyrə yaranırdı meyoz bölünmədə. Və burada 2 xromosom buradadırsa, hər hüceyrəmizdə n olaraq qalacaqdır. Yəni burada da n olacaqdır. Yəni diploid sayı deyirdik biz burada. Amma burada neçə xromosom vardı? Gəlin içərisində ya da çölündən yazıram, fərqi yoxdur. 4 xromosom buradadırsa 2 dənə xromosom buradadır. Və bunun deyir ki, qametində neçə autosom xromosom var? Təbiidir ki, 2 dənə xromosomun qameti həmişə bir dənə cinsi xromosom düşürdü. Cinsi xromosom və bir dənə də autosom xromosom olacaqdı. Bu da autosom. Bizdən cinsini soruşduğu üçün düzgün cavab 1 olaraq qeyd edəcəyik. Somatik hüceyrədə isə bilirik ki, 4 xromosom vardı. Bunlardan ikisi autosom xromosomdur. Üstə gələk ikisi cinsi xromosom olacaq.